Hamınıza salamlar dostlar. Bu günler sizlerle birlikte F5 modunu tanıtacağım. Bu F5 modu yani nedir? Şahsınız adını veya oyun modunu tez dəyişdirəbilsən, qısa yol. Bir də ayarlara getmirsən 2 saat video zat çəkəndə yaxşı istifadə etmək olar. İlk öncə gəlin sizə bunun endirmə qaydasını göstərim. Necə endirilir, hardan endirilir onu göstərim. Onu göstərim, sonra bunu göstərim. Şeyin qaydasına keçim, modun qaydasına. Gəlin sizlərə birlikdə bunun qaydasını göstərim, endirmə qaydasını. İlk öncə dostlar Play Store'ya və App Store'ya gəlirsiniz. Arama yerinə yenə o biri mod tanıtımında göstərdiyim mod şeyi göstərəsiniz, uygulaması. MC Pedal yazırsınız. MC Pedal. Baxın çıxdı. Bu yükləyəsiniz və yükləmişəm. Sonra bu yüklədikdən sonra açırsınız. Burada gördüyünüz kimi bir sürü modlar var. Baxın. Şəkili zadatçı, bu Wi-Fi zəif. Baxın. Bir sürü modlar var ya. Tək Google'da yedirməkdənsə burada da yedirə bilərsiniz. Amma nəysə. Araba yerinə gəlirsiniz. Araba yerinə. Bura F5 yazırsınız. F5. F5 yazırsınız. Və baxın. Baxın bu şəkilli olan. Bu şəkilli olan gördüyünüz kimi baxın bu F5 moddur. Bu dovlarda basırsınız və endirmişəm. Siz də indirirsiniz. Endirdikdən sonra bu üstə basırsınız. Belə. Minecraft'da açırsınız. Və dostlar gördüyünüz kimi bu modu dünyada aktifləşdirəndən sonra bu ayarlara gəlirsiniz. Baxın bura. Ayarlar yer paylaşımını etkinləşdirir. Baxın ora basırsınız. Sonra baxın bu üstdəki şeylər gəlir. Bu üstdəki şeylərdə nə üçündür? Baxın bu şahsız adı, tez dəyişdirmək zadı olur. Qısa dəyişdirmək olur. Kompüterdən zad oynayırsa elə kimi. Qıraqdakı şeylər isə oyun adını zad dəyişdirir belə. Bu da ki FOV ayarlayır. Əgər yığışdırmaq istəyirsinizsə bu üstdəki şeylər ayarları göstərə basırsınız. Sonra baxın gedir gördüyünüz kimi. Nəysə bunu da aktifləşdireyim. Nəysə uşaqlar videomuz bu qədər idi. Qısa oldu. Nəysə gördüyünüz kimi belə idi. 5 oldu. Siz də endirib rahat oynaya bilərsiniz oyunu belə. Nəysə uşaqlar videomuz bu qədərdir. Abunə olub like atmayı unutmayın. Sağ olun.